Rusiyanın Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun özü Azərbaycan vətəndaşı Tatyana Dalivets Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dalivetsin səhhətində hər hansı bir problem yoxdur. Qeyd eləyək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb. И незнакомые люди, которые объединились и сделали невозможное. Я знаю, невозможное возможно, и это ваша заслуга.